Yaşadığınız yerdə avtobusda saat neçəyə qədər işləyir? Mənə çox maraqlıdır. Ya bizdə iddia olunur ki, 12-yə qədər işləyir və s. Valla mən 11-in yarısından o yana avtobus tapa bilmirəm. Mən çox qıraqda yaşamıram. Mehman, sən 11-in yarısı şəhərdə neyinirsən? Futboldan gəlirdi. Yəni tapmadıq. Avtobus tapmadıq. Saat 11-ə qalmış, 15-20 dəqiqədən avtobus yox idi artıq. Yasamalda yəni. Niyə? Bunun cavabını kim verməlidir ki? Yəni? Niyə? Camaat inandıram. Yəni biz taksiyə oturduq, getdik. Eybəcər mənzərə yaranır. 2-3 xanım dayanmışdı, avtobus gözlə dayanacaqda. Dəqiqədə bir maşın gəlirsə, mən niyyətinə bir şey demirəm, çox qeyrətli insanlarımız var, çoxdur həddindən artıq sayı. Saxlayırlar, təklif edir ki, xanım, apara bilərik, filan yerə gedirik, əyləşə bilərsiniz. İndi tanımır, əyləşməyəcək təbii ki. Əlbəttə. Bu mənzərə meydana çıxdı, özümə baxdım, yaxşı, mən minib getdim. Bu insanlar indi bundan sonra da hələ neçəsi gələcək, dayanacaq. Zəhmətdən, əziyyətlə işləyən insanlar 11-də heç kim məmur deyil, işdən gəlmir 11-də gələnlər. 11-də gələn sıravi vətəndaşlar, kimisi aşbazdır, kimisi xadimədir, kimisi bilməm başqa bir satıcıdır. Gəlib 11-də o maşını saxlayır, bu maşını saxlayır, avtobus işləməli saatda yoxdur. Taksiyə də bəlkə pulu yoxdur. Müşahidə elədim, baxırda biri elə dayanacaqdan üzü o tərəfə ayaqdan getdi. Mehman, mən sənə bir şey deyim ki, Bakubas daha yaxşı işləyir, nəinki bu şəxsi özəl avtobuslar. Heç biri gəlmədi orada. Biri də gəlmədi. Bax, 77 gəlmədi, 39 gəlmədi. İkisini artıq... Yasamal tərəfdəydin deyəsən, inşaatçılar tərəfdə. Metrosun qarşısında dedim bu yaxı. Gəlmədi. Yəni, yenə də mən o gəlmədi tərəflərini qoydum qırağa, o müşahidəmi deyirəm ki, o qadın gəldi, qız gəldi, gözlədi, biri o səmtlə getdi evinə tərəf, yəqin ki, ayaqlandı, yəqin ki, avtobus gözləyirsə, evi yaxın deyil. Getdi ayaqla o qaranlıqda, bilmirəm, nə bilim, bir tər adam hiss edir özünü. Siz o cavabdeh qurumlar, siz özünüzü elə situasiyada bir tər hesab eləmirsiniz. Çünki sərnişinlər şikayət eləməlidir.